Salam uşaqlar. Bugün OTK sınavından loqaritma sualına baxacağıq. Deməli, loqaritma kök altda 2 əsasdan x üstəgəl loqaritma 2 əsasdan x üstəgəl 2 loqaritma 4 əsasdan x bərabərdir 32 tənliyini həll edin. Və mən görürəm ki, hər birinin dərəcəsini 2 eləyə bilərəm. Yəni, dərəcələrimizi eyniləşdirə bilərəm. Ona görə birincini yazıram ki, loqaritma 2 üstündə 2də 1, yəni kökü qüvvətə çevirirəm. 2 üstündə 2də 1 əsasdan x, üstəgəl digərini yazıram, loqaritma 2 əsasdan x, bunu dəyişmirəm. Üzərinə gəlinsin, 2 loqaritma 2 üstündə 2 əsasdan x bərabərdir 32-yə. Birincidə biz bilirik ki, aşağıda qüvvətimiz qarşıya keçə bilir, amma tərsi kimi keçəcək. Yəni, 2də 1 olacaq 2 loqaritma 2 əsasdan x, üzərinə gəlinsin loqaritma 2 əsasdan x. Burada da 2 qabağa tərsi kimi keçsə, olacaq 2 vurulsun 2də 1 loqaritma 2 əsasdan x bərabərdir 32-yə. Və burada olur, buradakı ikilər də ixtisar geçsə, qalır 1 loqaritma 2 əsasdan x və loqaritma 2 əsasdan x-i mötərizə xaricində çıxartsaq, olacaq 2 üstəgəl 1 üstəgəlinsin, burada da qalır 1 bərabərdir 32-yə. Buradan alınır 4 loqaritma 2 əsasdan x bərabərdir 32-yə. Hər tərəfi 4-ə bölsək, buradan davam edirəm. Olacaq loqaritma 2 əsasdan x bərabərdir 32-ni 4-ə bölsək 8-ə. Və biz bilirik ki, yuxarıdakı bərabər olur. Yəni, x bərabər olur. 2 gəlir bu 8-i qüvvətinə qaldırır. 2 üstü 8-ə. Yəni ki, 2 üstü 8 də 256-ya bərabərdir. Yəni, x-imiz 256-ya bərabərdir.